Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Gördüğünüz kimi Masazır dairəsidir, körpünün altında. Təqribən olaraq 50 metrik məsafədə yerləşən bu A+ marketlər şəbəkəsinin üstündə yerləşən binada 65 kvadrat bir mənzilin çəkilişinə gəlmişik. Gördüğünüz kimi bina birbaşa prospekt yolun üstündə yerləşir. İlk öncə keçid alaq həyət yanı sahəsini göstərim, sonra isə keçək mənzillə tanış edim sizi. Gördüğünüz kimi keçid aldıq binanın avtodayanacağına. Belə bir geniş ölçüdə avtodayanacaq hissəsi var və o da orada gördüğünüz yerdə mərkəzi yoldur. Keçid alaq mənzilə, ətraflı məlumatı oradan verim sizə. Əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Keçid aldıq mənzilin daxilinə. Nəzərinizə bir daha çatdırım ki, gördüğünüz kimi mənzil birbaşa Masazır dairəsində yerləşir. Şəhərə gedən bütün marşrutlar birbaşa binanın önündən keçir. 65 kvadrat bir mənzildir. Mərtəbə olaraq 15 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Keçid olaraq mətbəx hissəsini göstərim sizə, dəyərli izləyicilər. Belə bir geniş mətbəx hissəsi var. Gördüğünüz kimi. Belə bir mətbəx hissəsi var və giriş qapısıdır. Girişdə belə bir böyük foyesi var. Gördüğünüz kimi. Qiymət 95.000 manat təyin olunub mənzilin sahibi tərəfindən. Mənzilin sahibi deyir ki, reallıqda müştəri olsa danışıq yeri var. Və sol istiqamətində sanuzel qovşağıdır. Keçid alaq yataq otağını göstərim sizə. Və gördüğünüz kimi yataq otağı. Dəyərli izləyicilər, nəzərinizə çatdırım ki, hal-hazırda mənzildə kirayəşin qalır. 400 manata hal-hazırda mənzildə kirayəşin qalır. Bir daha nəzərinizə çatdırım ki, mənzil Masazır dairəsində A+ marketlər şəbəkəsinin üstündəki binadır. 65 kvadrat. Gördüğünüz kimi 65 kvadrat 95.000 manat qiymət təyin olunub. Bu da balkon hissəsidir. Göstərim eyvan hissəsini sizə. Binanın lifti, suyu, qazı, hər bir şəraiti var. Diqqətiniz üçün təşəkkür edirəm, dəyərli izləyicilər.